Davud əleyhissalamdan sonra oğlu Süleyman əleyhissalam. Onun da oruç tutması haqqında mənbələrdə rəvayətlər var. Amma Süleyman əleyhissalamın orucunun forması tamam fərqli olub. Hər ayın 3 gün əvvəlindən, 3 gün ortasından və 3 gün sonundan oruç tutmaqla Sovmu Süleyman deyirlər. Həzrət Süleyman əleyhissalamın orucu. Və İsa əleyhissalamın sonraki mərhələdəki orucu haqqında məlumatımız var və nəhayət gəlirik sonuncu Peyğəmbərimizin orucluğuna. Sonuncu Peyğəmbərimizin orucluğu hicrətin 2-ci ilində fərz edilib. Miladi tarixlə təxminən 624-cü ildə Ramazan orucu fərz edilib və qiyamətə qədər də bu orucluq davam edəcək. Çünki İmam Rıza əleyhissalam buyurur ki, şəriətu Muhammedin Allahümmə salli ala Muhammed və ali Muhammed la təntəhi ilə yevmil qiyamə. Peyğəmbərin şəriəti qiyamətə qədərdir. Heç vaxtı silinib aradan getməyəcək. Peyğəmbərimiz də rəvayətlərə görə 9 Ramazan oruç tutub. Ondan sonra Allahın rəhmətinə qovuşur. Bu orucluğun tarixi mənşəyidir. Yəni bu rəvayətlər onu göstərir ki, Həzrət Peyğəmbərimizə fərz edilmiş bu orucluq heç də onun dövründən başlamır. Əvvəlki ümmətlərin, əvvəlki Peyğəmbərimizin dövründən, Adəm əleyhissalamın dövründən etibarən sonuncu Peyğəmbərimizə qədər formaca dəyişərək, lakin məzmunca yerində qalaraq fərz edilmişdir. Və Ramazan orucu da hicrətin 2-ci ilindən etibarən ta qiyamətə qədər yalnız və yalnız Ramazan ayında tutulması vacib edilmiş bir orucluqdur.